En çok narahat edən oynaq xəstəliklərdir. Nə qədər insanların, nə qədər... Mən hesab edirəm ki, yaxın zamanlarda bu gəlib bu rəqəm ən önə çıxacaq. Çünki insanlar gəzmirlər, yemək qaydalarına riayət eləmirlər, idman eləmirlər, bol miqdarda su içmirlər və təbii ki, orada da maddələr mübadiləsi pozulur. Nə olur? Pozulur və oynaqlarda o yığıntılar əmələ gəlir, osteopitlər əmələ gəlir, yəni sümükdən çıxan eyni kimi çıxıntılar, tərpənən kimi batır, ağrıyır, qoymur yeriməyə. Sonra normal yoxlatmır, kalsium, sink, magnezium, fosfor normal qaydada olmur və nəticədə nə olur? Sümük yumşalır, sümüyün sıxlığı pozulur, osteoporoz əmələ gəlir, artrit əmələ gəlir, yəni osteoxondroz əmələ gəlir, yırtıq əmələ gəlir, sinir sıxılması əmələ gəlir. Sonra deyir, mən yeriyə bilmirəm. Mən niyə yeriyə bilmirəm? Yeriyə bilmədikcə də çəki alır. Çəki aldıqca da o 130 kilo, 140 kilo çəki düşür balaca bir oynağın üstünə. Təbii ki, dizdə olan oynaqdan söhbət edir, ya çanaqda olan oynaqdan. Bu əyilir, formasını itirir, götürə bilmir, sümüyün başında yeyilmə əmələ gəlir. Sonra da deyir, doktor, mən neynim? Yeriyə bilmirəm. Və yemədən kökərləm, hərəkət eləmirsən. Ona görə də sağlamlığınızın qayğısına qalmaq sizin Allah tərəfindən verilmiş o sağlamlığı, həyatınızı qorumaq sizin birinci vəzifənizdir. İkinci yox, birinci vəzifənizdir. Kim də onu eləyir, sonra peşman olmur. Kim də eləmir, atalar nə deyir? Sonraki peşmancılıq fayda verməz. Fayda vermir işinə, əziyyət çəkir ömrü boyu. Sonra deyir, Allah, mənim canımı al, mən bu dünyadan canımı qurtarım, bu ağrılar məni öldürdü. Belə həyat olar mənə? Onu gəncliyindən fikirləşməlidir.